Mən bugün sizlərə elə bir şey danışacağım ki, mən bu şeyi ilk dəfə etiraf edirəm. Bildiyiniz kimi mənim çəkildiyim Kobra filmi çox məşhur oldu. Kobra mənim üçün həmişə xüsusi bir yer tutub. Hamı məndən o məşhur kibrit çöpünü soruşur. Hamı elə bilirdi ki, bu hansısa böyük rejissor gedişi idi. Amma dürüst olsam, bu sadəcə bir gərginlik əlaməti idi. Kobra çox danışan adam değildi. O hərəkət adamı idi. O qara eynəkli, 50-ci illərin Mercury avtomobilini sürürdü. Bunlar hamısı personajın köhnə məktəb olduğunu göstərirdi. O modern dünyanın qaydaları ilə oynamırdı. Filmdən sonra mən həmin maşını aldım. Çünki o maşın mənə görə qeyri-adi maşın idi. Çox adam o maşını görəndə deyirdilər ki, Kobranın maşını gəlir. Mən maşını alandan sonra fanatlarımdan biri məndən maşını uğurladı. Həm də həmin adamı tanıyırdım. Amma həmin adamı polisə şikayət etmədim. Çünki bilirdim ki, haçansa həmin fanat mənim qarşıma çıxacaq. Və 20 ildən sonra həmin maşın mənə qayıtdı. Və maşını qaytaranda mənə dedi ki, bu maşının sahibi sənsən və maşın sənə aiddir. Dedi ki, bir yerdə idim və mənə dedilər ki, bu maşın əsl sahibinə yaraşar və maşını ona qaytar.